Salam, hər vaxtınız xeyir. Artıq bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2-ci və 3-cü qrup üzrə birinci blok imtahanının nəticələri elan olundu və indi isə nəticələrimizə baxmaq lazım olduğunu göstərəcəm. İlk öncə Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsi olan dim.gov.as bura daxil oluruq və burada görürsünüz elə yazıb bakalavriat imtahan nəticəsi 2-ci və 3-cü qrup 25 may üzərindən vururuq. Və elə burada birinci asılan bakalavriat səviyyəsinə qəbul istəyən abituriyentlər üzərindən vururuq. Və burada bizdən istifadəçi soruşur. İstifadəçi adı sizin fin kodunuzdur. İndi sizə köhnə və yeni vəsiqələrdə fin kod harda olur onu göstərim. Köhnə vəsiqələrdə fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni vəsiqələrdə isə fin kod burada işarələnmiş 7 rəqəmli identifikasiya nömrəsidir. Və indi biz uyğun məlumatları müvafiqxanaya yazaq. Və biz növbət xanasını sıxırıq. Daha sonra burada sizdən şəxsi kabinetin parolu soruşur. Siz şəxsi kabinet yaradan zaman təyin etdiyiniz parol deyil, həmin parolu yazırıq. Və parol yazandan sonra burada görürsünüz, xüsusi kod var. Həmin kodu böyük və yaxud da kiçik hərflər necə yazılırsa, olduğu kimi daxil edirik və daha sonra daxil düyməsini sıxırıq. Və artıq ekranda sizin nəticələriniz görsənir. Hər bir fənn üzrə burada görürsünüz, ümumi bal yazıbdır. Və yekunda burada bunlar təbii ki 78, 50, 56, 82 bunlar nisbi ballardır. Və burada da görürsünüz, həmin nisbi ballar müvafiq olaraq 1,5-ə 1-ə vurularaq yekun balınız 285.7 bal olduğu göstərir. Yəni siz də bu şəkildə balınıza baxa bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.